Əziz dostlar, biz bu günlərim sizinlə sumkamızda nə var videosunu çəkəcəyik. Gəlin başlayaq. İlk öncə belə anamın aldığı bayramda aldığı blok mavi rəngdə. İçinə belə qəpik zad da qoymaq olur, çünki sumka kimidir. Belə. Amma dardır. Bir ədəd belə qırmızı rəngdə patili blok, işıqlıdır özdə. Belə. Bir ədəd də Bakı yazılan sancaqlı şey. Bir ədəd də belə Bakı yazılan sancaq. Gəlin görək içində nələr var. Bir ədəd belə doxu. Çox gözəl iyi var. Orta səviyyədə gözəl iyi, şirin iyi var. Həm də gözəldir. Bir ədəd belə bir dənə gloss səhrai rəngdə. Bir ədəd belə əl sabunu. Bunu kağız kimi sabundur. Belə bir sabundur. Buna su vuran kimi o sad islanır, sabuna dönür. Piknikə zada gedəndə sumkamıza qoyaq ki, sumkamıza qoymaq lazımdır. Çünki bunu sabun kimi istifadə etmək olar. Bir ədəd belə dodaq macı. Dodaq çöldə, əsas da qış havasında dodağımız çöldə çatlayanda bunu həm dodağımıza, hər yerimizə əslində vurmaq olur, amma dodağımıza da istifadə etmək olur. Üstündə həm də yazıb ki, kosmetikaya aiddir. Bir ədəd də bu. Gəlin görə ayrı nələr var. Bir ədəd belə qolbaq. Belə balaca olmağına baxmayın, amma qola taxanda geçə görünür bu belə. Bir ədəd belə dəsmal. Bunu həm kişilər istifadə edə bilir, həm də ki qızlar. Bir ədəd belə güllü rezinka. Saçımız altdan açılanda bu rezinkaydan yığmaq. Bir ədəd də belə lavabolu rezinka. Bir ədəd də kaşok. Kaşığımızın içində bir 10 manat var. Bir də ki 2 manat. Sağ olun əziz dostlar.